asıllılara necə kömək edə bilərik? Məsələn, bayaq dediyiniz özünün fərqinə varır da, o necə olur ki, özünün fərqinə varır? Axı onsuz da əksərən məntiqsel olaraq hamı bilir ki, hə, bu pis şeydir. Hə, hamı bilir ki, gələcək üçün gərək falan şey eləyəsən, falan şey eləyəsən. İnsanda hər hansı bir şeyi götürmək üçün pisin üstünə getmirsən. Bu pisdir, bunu eləmə deyil. Necə eləyək, necə kömək edeyim sənə ki, daha yaxşı olsun? Başqalarına kömək eləməyi necə eləyə biləcəksən? Onun həqiqətini hər dəfə ona deyə bilməklə. Məsələn, nə qəşəng gülürsən. Mən çox görmüşəm asıllar, narkomanlar çox qəşəng gülürlər, bilirsən. Səmimilər, saflar, təmizlər. Onu görə bilmək. Nə qəşəng gülürsən. Ne şirinsən sən. Gördüyün hər həqiqəti, yalandan yox ha. Sən burada nə mərhəmətli davrandın. Sən birdən-birə gedəcək narkotikasını bıraxmayacaq, 100% bıraxmayacaq. O, heç kəs birdən-birə bıraxmır. Amma o fərqində doğrudan birisi mənə təriflədi. Nə qəşəng bu çiçəklərə nə qəşəng baxırsan. Çünki hamısının bir şeyi var, hər insan bir şeyi var. Ya davranışsal olaraq var, zövq olaraq var. Ya bir alışaq da, bir millət olaraq alışaq qabağımızdakının yaxşı şeyini özünə deyə bilmək. Nə gözəl gözlərin var sənin. Həqiqətən bu bizim millətdə yoxdur. Biz ancaq bir-birimizi gömürük. Xeyri demirik heç kəsə. Sən nə qəşəng gülürsən. Sən nə qəşəng qızsan. Siz nə şirin xalasınız. Bu yoxdur bizdə. Başladıq bir-birimizi deməyə, bitəcək. Valideynlərimizə bax, bax çoxumuzun valideynlərinə. Nəyə görə bizim Azərbaycanlılar bu qədər mükəmməlliyətçidirlər? Uşaqlar elə məktəb oxuyurlar, elə müəllimlərə gedirlər ki, elə bir gələcəkdə hamısı Einstein olacaqlar. Olurlar. Mümkünmü? Əzbərlərlə heç kəs Einstein ola bilməz. Einstein olmaq üçün dəli olmaq lazım. Gic-gic sual verib, gic-gic yerlərə girmək lazım. Amma gic-gic yerə girdiyin anda valideyn deyəcək, yox, müəllim nə dedi o? İndi baxın valideynlərin %99-un uşağı nə qədər oxuyur oxusun deyəcək, daha yaxşı ola bilərdi. Bu qədər 5 almısan, bu 4 nədir? 5-ə yapışmadı, 4-ə yapışdı. Deməyəcək, nə qəşəng qopdu. Şalvarın çirkdir. Ancaq neqativ oldu. Asılılıqdan müalicə eləmək istəyirsən, çevrəndəki bütün insanın pozitivinə odaqlan. Saxta yox, həqiqi pozitivə. Gördüyün hər gözəlliyə, gördüyün hər şəkərliyə. Davranışında, əxlaqında, gülüşündə, hər hansı bir şeyində, məsuliyyətində, ailəsində o özünü görməyə başlayacaq. Biz xalq olaraq özümüzü görmürük. Çünki hamımız gömülmüş, məhv olmuş insanlarıq. Hamımız. Bayaq bacımla danışırdım. Bacımı da elə eləyiblər, anamı da elə eləyiblər, atamı da elə eləyiblər. Hamımız özü yetərsizik. Valideyn birinci özünü görməlidir, sonra uşağını görməlidir. Valideyn Azərbaycandakı valideyn özünü heç vaxt görmür. Görə də bilmir. Uşaqla empatiya qursun da. Onsuz da o uşaq Einstein olmayacaq. Ola bilər əgər sevgi alsa. Einstein olanlar, yəni elm, diploma önəmli deyil. Yəni Harvard, nə bilim hansısa Yale Üniversitesi önəmli deyil. Oxford, hocam Oxford'un doktorasını yaptım. O önəmli deyil. Öz otağında balaca laboratoriyasını qurub, öz ixtiralarını çıxartmaq da önəmli. Və bu ancaq qəbul olunan uşaqlarda olur. Kim tərəfindən? Ana tərəfindən. Ana nə qədər uşağını pohpohlayırsa, bacaracaqsa, inanıram. Nə gözəldir, aferin sənə. O uşaqlar bu dünyaya nəsə getirir. Özü özünü əgər özgüvəni yoxdursa, yəni özü özündə onu özünə deyə bilmirsə, nə qədər səmimidir onu başqasına uşağa daxil demək. Uşaqda görür axı. Uşağın şirin gülüşünü görür axı. Uşağın nə bilim, hər hansı bir yeməyi qəşəng bişirməsində, çayı qəşəng süzüb görür axı. Gördüyünü desin də. Özünü görməsə də olur, uşağındakı nə desin. Burada nə çıxartdıq ortaya? Asıllıq nəydən, disfunksional asıllıqda böyük bir asıllıq nəydən çıxır ortaya? Bəyənilməyən, qəbul olunmayan, heç bir şeyini qəbul etməyən valideynlər tərəfindəki uşaqlar, yetişdirilən uşaqlar gələcəkdə o qədər özlərini
parçalanıb yox olmuş hiss eləyirlər ki, və girirlər narkomaniyaya, girirlər alkoqolizmə və girdikcə daha da onları gömürlər. Səndən adam olmadı, sən elə həmişə belə oldun. Amma digər asıllıq, ölçü asıllıqsa bizim hamımıza lazım olan asıllıqdır. Deməli, burada özümüzü görməyə çalışacağıq. Hər hansı bir pozitiv tərəfimizi və ya hər hansı neqativ tərəfimizi də. Çünki mənə nə qədər desələr ki, səndən adam olmaz, mən içdən-içə özümdə adam özümü hiss eləyirəm. Gizli narsizm oluram mən. Üzdəkinə deyirəm, hə, düz deyirsən, sən məndən adam olmaz içəri. Yer gedi, mən səndən daha adamam. İçdə onu hiss eləyirəm axı. Onda mən üçün, vəbşə bilirsiniz nədir? O belə bir şey var. Əziyyət çəkən insanlar daha ağıllılar, içən olurlar, narkoman olurlar. Ya ağılla bağlı deyil. Özünü o qədər ağıllı hesab eləyir ki, hamını uzaqlaşdırır özündən. Bayaqların dediyinizdə də əslində bəlkə indi qarışdıraram, amma narsizm və asıldan asıllıq arasındakı əlaqə necədir? Tam da narsizm odur. Narsistik uşağı valideyn necə yetişdirir? Uşaq başlayır yavaş-yavaş hərəkətə keçməyə. Oturmağı öyrənmək, yeməkləməyi öyrənmək, nə bilim, ayağa qalxmağı öyrənmək. Burada hər dəfə anaya baxır. Ana bəyənməyəndə uşaq davam etdirməkdən vaz keçir. Uşaq getdiysə, özümlə bağlı bir şey gəldi. Hələ mənə asacaq, ona görə heç nə deməyim. Deyim də, balaca uşaq idim, 8-9 yaşlarında mahnılar bəstələyirdim. Güya də. Görürsən, burada da gömürəm özümü, güya də. Nə uşaq oğlumla, mən Mozart deyiləm, bəstələyirəm. Bir gün böyüklərdən biri gəldi, deməyəcəm kimdir. Gəldi, açdı. Kağız tapdı, üstündə notalar. Afət mahnı bəstələyib. Oturdu, çaldı, belə elədi. Hə, buna da mahnı deyirsən sən. Əlbəttə, 8 yaşında ilə 20 yaşındanın düşüncəsi eyni ola bilməz axı. Bunu hə? Oturub çalır da. Çalır da, hə. Nəyə görə o bunu eləyir? Çünki onu bəyənməyiblər. Nəyə görə mənə bunu eləyir? Çünki məni bəyənsə, məni onaylasa əziləcək. Valideynin də narsist valideynin övladını yetişdirməsi də belə olur. Hər uşaq bir şey hərəkətə keçdiyində çox gözəl bununla bağlı məqalə var. Onu oxumaq istəyərdim, amma indi vaxt yoxdur. Zaten çox uzun məqalədir. Valideyn hər dəfəsində uşağa bir şey eləyəndə, yəni uşaq həyata bir davranış olaraq bir şey keçirtməyə çalışdığında, valideyn onun qabağını kəsir. Güvənsizliyi ilə, ya qorxuları ilə. Ay, yıxılarsan. Uşaq gəzəndə sevinmir ya da çox lazım olmayan yüksək bir sevinç göstərir. Mənim uşağım gəzdi, saxta bir sevinç. Bu da uşaq üçün zərərlidir. Heç bəyənməmək də zərərlidir, qorxu da zərərlidir. Yəni valideyn dünyaya güvənmədiyində, o güvənsizliyin içində uşağını yetişdirir. Uşaq dünyaya güvənmədiyi zaman anası ilə füzyona girir. Ana ilə bir tam olur. Oradan çıxa bilmir, mən deyə bilmir, aynalayır. Ayna nə idi? Asıllıq. Bəs narsizm burada nədir? Narsizm nədir? Özünü bəyənmişlik. Saxta özünü bəyənmişlik, özgüvənsizlik, öz-dəyərsizlik, öz parçalanmışlıq. İşdə dağınıqlıq, amma çöldə saxta özünü bəyənmişlik. Gizli narsizm də yox. Narsizm içində də dağınıqdır, bayırda da dağınıq göstərir özünü. Yazıq kimi göstərir. Asıldan asıllar. Gizli narsistlərdir çox vaxt. Bəzən də borderline'lardır. Yəni orada bir isim qoymaq olmaz. Amma açıq narsistlər necə nədir? Hər kəsi əzdiyində, nəyə görə mən səni əzim, bala? Mən buna niyə ehtiyacım olsun səni əzməyə? Ay Əminə, səndən də adam olmadı ya, elə belə it günündəsən. Ay, niyə bunu eləyim sənə? Çünki sən əzildiyin anda mən yüksələcəm. Deməli, mən əziyəm. Deməli, mən özgüvənsizəm, mən öz yetərsizəm. Mən o qədər parçalanıram ki, o qədər əziyyət, acının içindəyəm ki, var ola bilmək üçün, bu həyatda var olub yaşaya bilmək üçün səni parçalamalıyım. Əgər sən yuxarı olsan, onda mən çox aşağı olacağam. Usta aşağıyam, hə, qaldıra bilməyəcəm. Həsəd də buradan gəlir də. Narsizmə aiddir həsəd. Asıllar həsədkardır. Hər şey bir-birinə bağlıdır.
Kötü olan odur ki, özünü görmür, və öz içində çox dağınıqlıq var. Bu da uşaqlıqdan gələn hər hansı səbəblərə görə. Bütün ağır şəxsiyyət pozuntuları, bütün psixozlar asıllıq xəstəliyi daşıyırlar. Bütün narsistlər, ağır narsistlər asılıdırlar. Çoxu alkoqol və ya narkotikaya və ya alış-veriş, indi Instagram, sosial media. Narsistlər necə nə geyinirlər, necə var-dövlətini, necə özlərini göstərirlər. Asıl olduqları şey amma həm də günahkarlıq hissini də artırır. Çünki bütün asılılıqlar hamı bilir ki, pisdir. Onu elədikcə, məsələn, istəmir eləmək, sonra yenə eləyir, istəmir amma sonra yenə eləyir. Bu onda daha da depressiyaya gətirir, daha da belə çöküşə gətirir. Suçluluk duygusunu da, obsesiyanı da qoydun ortaya. Yəni, suçluluk duygusu da var. Biz həmişə elədiyimiz pis davranışların pis olduğunu çox yaxşı bilirik, amma özümüzü tuta bilmirik. Bir ata öz uşaqlarının pulunu gedib narkotikaya verirsə, o bilir onun nə qədər pis olduğunu, amma dayana bilmir, dözə bilmir, gedir o pulu verir. Və o narkotikanın istifadəsinə görə də dəhşətli bir acığın içinə girir. Nə dedim? Agresiya, mazokistik olaraq özünə, sadəcə narkoman olaraq yox, hər şeyi yox eləyərək daha çox acığın içinə girmə. Asıllıq acıdır. Bakıda da məsəl üçün mən çox yerdə görürəm narkomaniya ilə bağlı hər yerdə posterlər var. Hər yerdə danışırlar ki, bu ağ ölümdür, bu ilə əlaqə saxlayın. Yəni bu çox gündəmdə olan bir problemdir. Narkotika istifadə edən hər kəs bilir ki, o ağ ölümdür. Hamı bilir bunu. Amma özlərini tuta bilmirlər. Heç cür özlərini. Bilmək çünki kifayət deyil. Gərək özünü görsün. Biz burada narkotikanı bir müdafiə mexanizması olaraq görə bilərik. Major depressiyaya girməmək üçün, fiziksel olaraq intihara getməmək üçün həyatı uzatmaq. Ya bugün öləcəm, ya da narkomaniya ilə 5 il 10 il sonra. Bir də gördüyüm insanlar var, 20 il yaşayırlar, amma daha çox yaşaya bilərəm. Bugün ölməmək üçün mən narkoman oluram. Mənə narkomaniya o qədər də pis bir şey deyil. Və ya hər hansı bir asıllıq, daha əvvəl demişdim, davranış pozukluğu. Nəyə görə biz davranış pozuntusu göstəririk? Bu Masterson'un çalışmasında anlatmışdım bunu. Aslında Psixiatriyanı bitirir, yeniyetmələrlə bağlı xəstəxanada çalışmağa başlayır və görür ki, yeniyetmələrin vəziyyəti çox ağırdır. Hamısı davranış pozuntuları ilə gəliblər. Davranış pozuntuları nədir? İntiharlar, narkotika, şiddət, başqalarına, özlərinə. Və oturub belə qəribə gəlir bu adama ki, bunlar niyə davranış pozuntusu göstərir? Başlayır çalışmağa öz assistentləri ilə. O zaman yaşayan çox hələ teoristlər var idi, onlarla görüşür. Bütün Freud'u, Jung'u, hər kəsin kitablarını oxuyur. Və 12 il axtarıb tapandan sonra adam bunu çıxardır ortaya. Yeniyetmələrin davranış pozuntuları major depressiyadan qaçmaq üçün istifadə etdikləri müdafiə mexanizmasıdır. Major depressiyaya girmə üzərədir. Major depressiya yeniyetmə üçün çox ağırdır. Heç bir şəkildə qaldıra bilməyəcək. Major depressiyanı qaldırmaq çox çətindir. Ağır depressiyadır bu. Çökür, öləcək. Buna görə də şuur kənarı müdafiə mexanizması olaraq davranış pozuntusunu ortaya qoyur. Ondan sonra 12 ildən sonra bunu tapanda bunlar uşaqdılar, 13, 14, 15, 16 yaşlarında. Niyə, nə tapılar ağırlar? Ki davranış pozuntusu göstərsinlər major depressiyadan qaçmaq üçün. Ondan sonra da 10 il ona verir. 22-24 ildən sonra teoriyasını ortaya qoyur Masterson terapiya. Çox ağır terapiyadır. Mən həm də Masterson terapevtəm. Orada da iki şeyə bax. Güvənli güvənsiz bağlanma stilinə yenə çalışmaların sonucunda görür. İkincisi də ana ilə olan 2 yaşına qədər uşağın münasibəti, obyekt münasibətləri. Yəni 14 yaşında bir uşaq davranış pozuntusu göstərirsə, bunu 14 yaş deyək, 20 yaş deyək, 30 yaş deyək, 40 yaş deyək, davranış pozuntusu göstərirsə, bizim balalarımız narkomaniyaya girirsə, bu bir davranış pozuntusudur. O davranış pozuntusunun səbəbi major depressiyadan qaçmaqdır.
Major depressiyaya girsə 100%, %99 ölümdür, qaldıra bilməyəcək. Var ola bilmək üçün narkomaniyaya girib. Səbəbi hara bağlıdır? 0-2 yaşa bağlıdır. Necə qurtula bilərlər bunlar? 0-2 yaşdakı var olan, negativ olan şeyləri indi bu yaşda düzəltdiyimizdə. Birincisi, müdafiə mexanizmasını əlində saxlayacağıq. Amma onu yüngülləşdirəcək. Narkomaniya ilə işləyənlər belə edirlər də, nə bilim, geroini alırlar, nəşiyan verirlər, neynirlər. Var olan asılılığı əllərində saxlayırlar, onu yüngülləşdirməyə başlayırlar. Burada psixodinamikaya da girmək. 0-2 yaşına qədər güvənsiz bağlanma stilini güvənli bağlanma stilinə dönüşdürmək. Ana ilə olan ikinci şəxslə olan problemi də düzəltmək. Artıq ikinci şəxslərlə doğru münasibət qurmağı öyrəndiyində o problemdən çıxmış olacaq. Narkomaniyaya gedən, alkoqolizmə gedən, yemə pozuntusuna gedən, bütün problemlərə, bütün asılılıqlara gedənlər özləri müdafiə mexanizması olaraq ölümdən qurtarmaq üçün gedirlər. Bu sevindirici hal. Deməli, bunu istifadə edə bilərik. Deməli, onlar yaşamaq istəyirlər. Önəmli püf nöqtə də bura. Onlar yaşamaq istəyirlər. Yaşamaq istəməsəydilər, narkoman olmazdı. Bunu bilmək, artıq onların özləri üçün belə bunu bilmək, uyda, mən yaşamaq üçün bunu eləyirəm, həqiqətin ilkini görə bilməkdir. Mən əlimlə gələni eləyirəm ki, buradan çıxa bilim. Var ola bilim bu dünyada. Wow, mən varam. Bunu görə bilməkdir. Qalanlarını da biz deyəcəyik.